Kürdəmirdə qan vermə aksiyası keçirilib. Aksiyada iştirakçılar fəallıq nümayiş etdiriblər. Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya Transfuziologiya İnstitutunun nəzdində olan Mərkəzi Qan Bankı və Kürdəmir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində reallaşıb. Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, müəssisə və təşkilat, təhsil, mədəniyyət idarələrinin nümayəndələri, eləcə də hüquq mühafizə orqanları əməkdaşları iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə qan xəstəliyinin əziyyət çəkən insanlara yardım etməkdən ibarət olub. Aksiyada 200 nəfərdən artıq insan qan verməsi nəzərdə tutulub. Ənənəyə uyğun olaraq hər rayon ictimaiyyəti qan vermə aksiyasına yaxından iştirak edirlər və buna görə də onların verdikləri qan hər hansı xəstəlikdən şəfa tapmasına vəsilə olduqlarına görə qürurlu keçirdiklərini deyirlər. Aksiya günün sonuna qədər davam edib. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.